Azərbaycan və Orta Asiya vahid coğrafi məkan kimi nəzərdən keçirilir. Xəzərdən Tanrı dağlarına qədər uzanan kilometrlərlə məsafə münasibətlərin ruhunu dəyişmir. Eləcə də Azərbaycan-Qırğızistan əlaqələri tarixi köklərə, etnik bağlara söykənir. O cümlədən bugünkü əməkdaşlıq imkanlarına. Bişkek Qırğızstanın siyasi və iqtisadi mərkəzidir. Eyni zamanda Türk dünyası ilə bağlı olduqca mühüm tədbirlərə ev sahibliyi edir. Qırğızlar indi öz paytaxtlarını dünyaya, o cümlədən Türk dünyasına təqdim etməyə çalışırlar və təsadüfi deyil ki, bugündən etibarən Azərbaycanlı jurnalistlərin Qırğızstana media turu başlayıb. Biz hazırda Ala-Arça Təbiət Parkındayıq. Bu ala ardıc mənasını verir. Bu da onunla bağlıdır ki, bu parkda çox sayda ardıc meşələri var. Park təkcə turistlərin, yerli və xarici turistlərin sevimli məkanı deyil, həm də müxtəlif tədbirlərin, qayaya dırmanma, xizək, alpinizm kimi yarışların keçirildiyi məkandır. Hoş gördük. Biz Azərbaycan televiziyasındanıq. Siz hardan gəlmisiniz? Rusiyadan gəlmişik. Peşəkarsınız yoxsa bu hobbinizdir? Hobbimizdir. Ala-Arçanı bəyəndiniz? Biz ilk dəfədir Ala-Arçadayıq. Bundan əvvəl Qırğızıstanın bir neçə bölgəsində olmuşuq və çox bəyənmişik. İndi yolumuz Kabar Milli Xəbər Agentliyinədir. 1937-ci ildə yaradılan bu agentlik Qırğızıstanın nüfuzlu və ilk dövlət informasiya agentliyidir. Bişkekdə yerləşən agentlik artıq 8-10 illikdən çoxdur ki, ölkənin ictimai-siyasi həyatının səlnaməsini yazır. Qırğız, Rus, İngilis, Türk, Ərəb və Çin dillərində yayımlanan xəbərləri ilə Kabar Qırğızıstanın səsini dünyaya çatdırır. Bəzən belə köhnə tanışlar da bir-birini tapa bilir bu cür media turlarda. Agentliyin nümayəndəsi məlumat verdi ki, agentlik məlumatlarını yalnız Qırğız dilində yox, 8 dildə dünyaya yayımlayır. Bu kiçik studiyada isə podkastlar, müsahibələr və digər çəkilişlər aparılır. Pendir, qaymaq və bizim çox dadlı qurudumuz. Qurudu ayrandan düzəldirik və fərqli dadlarla, ədviyyatlarla birləşdiririk. Məsələn, bu istiotludur, acıdır. Bu isə hisə verilmişdir. Qeyri-adi dadı var. Buyurun dadına baxın. Həmkarlarımız burada bizi daha maraqlı, daha doğrusu daha dadlı təqdimatla gözləyirlərmiş.
Qırğızıstan Milli Televiziya və Radio Korporasiyası 1958-ci ildə yaradılıb və 70 ildən sonra bütün televiziyalar kimi yeni çağırışlarla üz-üzədir. İndiki sosial medianın dominantlığı şəraitində rəqəmsal həlləri tətbiq etməklə televiziya həyat qabiliyyətli olmağa çalışır. Qonaqpərvərliklərini həm də bu cür nümayiş etdirirlər. Televiziya sədri məlumat verdi ki, burada səhər proqramı yayımlanır. Daha sonra isə kino filmlərlə bağlı veriliş bu studiyadan təqdim olunur. Azərbaycandan келген бардық қонақтарға жалпы Бордош елге өзгөчө саламымызды атабыз. Bu isə televiziyanın xəbər studiyasıdır. Rejissorlar burada efiri idarə edirlər. İndi rejissor otağında izlədiyimiz həmin studiyadır. Xəbər buraxılışı bitdi və artıq aparıcılar sərbəstdir. Nasional telekanal Bizim Milli Teleradyo Korporasiyasının tərkibində 6 televiziya kanalı, 4 radio və regional televiziya kanalları fəaliyyət göstərir. Hər gün canlı yayımlar həyata keçiririk. Məqsədimiz dövlət siyasətini, ölkədə və ölkə hüdudlarından kənarda baş verən hadisələri operativ şəkildə tamaşaçılarımıza çatdırmaqdır. Бүгінгі достық майрамы концерті Қырғызстан жана Азербайжан елінің достығын, madani байланышын жана өзара сый урматын даңазалаған өзгөчө кеч. Değildin baharda görüşeriz. Bahar geldi gitti, sen gelmez oldun. İndi isə yolumuz paytaxtdan Qırğızstanın turizm paytaxtınadır. Çolpon Ata şəhərinə bizi təxminən 4 saatlıq yol gözləyir. Şəhər İssıq gölünün şimal sahilində, Bişkekdən təxminən 260 kilometr şərqdə yerləşir. Çolpon Qırğız dilində səhər ulduzu, Ata isə ata və ya himayədar mənasını verir. Rəvayətə görə şəhərin adı İssıq göl bölgəsini qoruyan mifoloji ruhun adı ilə bağlıdır. Qırğızstanın şimal-şərqində Tianşan dağları arasında yerləşən ən məşhur yüksək dağ göllərindən biri İssıq göl, Xəzərdən sonra dünyada sahəsinə görə ikinci ən böyük duzlu göl hesab olunur. İssıq göl qədim dövrlərdən İpək yolunun mühüm dayanacaqlarından biri olub. İssıq göl Qırğız dilində isti göl deməkdir. Bu qədər ciddi nizam-intizamla yoxlanma proseduru bu ərazinin 2 nömrəli dövlət iqamətgahı olması ilə bağlıdır. Biz hazırda bu ərazidəyik.
Biz Kırçın dərəsinə çatdıq. Sıxgöldən bura təxminən 1 saatlıq yoldur və bu dərə Qırğızstanın ən populyar istirahət məntəqələrindən biri olmaqla yanaşı ən tanınmış yaylaqlarından və təbii vadilərindən biridir. Görək bizi burada nə gözləyir. İndi qırğızlar Salburun milli ovçuluq ənənələrini nümayiş etdirirlər. Yeri gəlmişkən Salburun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Salburun 3 əsas ünsürü özündə birləşdirir. Atçılıq, qartallı ov və taziyli ov. Тут слово охота. Bizdə ov anlayışı heç də öldürmək mənasını daşımır. Bugün biz buna mədəniyyət və mədəni irs kimi yanaşırıq və onu etnosport formatında inkişaf etdiririk. O zaman icazənizlə proqramımıza başlayaq. Əvvəlcə proqramı sizə nümayiş etdirəcəyik. Daha sonra konkret suallarınızı cavablandırarıq və fotosessiya olacaq. Siz at üstündə ox atacaq, qartalla nümayiş göstərəcək və digər ənənəvi elementlərlə tanış olacaqsınız. Buyurun, zəhmət olmasa burada sıraya düzülək və proqramımıza başlayaq. И начнем нашу программу. İndicə təqdim olunan nümunədə Şahinin ovu necə ələ keçirdiyi nümayiş etdirilirdi. Təbii ki, başqa nümunələr də var. Məsələn, bu cür ox atma ilə. Ovçular indi həm də ovu imitasiya edəcəklər. Şərti qurban və onun üzərində ovçuluq nümunələri. İndi isə atla ov ənənələrini nümayiş etdirirlər. Bu barabanlar isə yəqin ovçuları həvəsləndirmək üçündür. Bu it ov zamanı yaralı yırtıcını zərərsizləşdirmək üçün istifadə olunur. Baxın, bu xüsusiyyətlər onun cins standartını müəyyən edir. Bu xüsusi standartı formalaşdırmaq üçün təxminən 25 il çalışmışıq. Bu işdə 50-yə yaxın yetişdirici iştirak edib və nəticədə bu cinsin bugünkü standartını əldə etmişik. Standarta uyğun olmayan itlər, məsələn, quyruğu lazımi formada olmayan və ya digər əsas xüsusiyyətləri çatışmayanlar, damazlıq üçün hesab edilmir. Görürsüz, görünüşü nə qədər gözəldir. Amma bu it dekorativ məqsədlə saxlanılmır. At türk xalqlarında mühüm nəqliyyat vasitələrindən biri idi. Təsadüfi deyil ki, atçılıq da inkişaf eləmişdi bu coğrafiyada. Kırçın Ümumdünya köçəri oyunlarının əsas məkanıdır və hazırda burada etno şəhərciliyin tikintisi sürətlə davam eləyir. Burada milli mətbəxin təqdim olunacağı etno restoranlar, həmçinin sənətkarların əl işləri və suvenirlərinin nümayiş etdiriləcəyi etno bazar fəaliyyət göstərəcək. Kırçın tarixi əhəmiyyətə malik ərazidir.
ilk köçəri oyunları da 2014-cü ildə məhz burada keçirilib və bu torpaqlar qədim Sak mədəniyyəti ilə bağlıdır. Köçəri oyunlarının əsas məqsədi dünyanın müxtəlif xalqlarına məxsus unudulmaqda olan milli idman növlərini və ənənələri yaşatmaq, onları beynəlxalq səviyyədə tanıtmaqdır. Azərbaycanın da bu oyunlarda iştirak edəcəyini gözləyirik. Deməli, Azərbaycanlı jurnalistlər arasında telejurnalist Azər Qərib də var. Azər müəllim, bir daha xoş gördük. Hoş gördünüz. Bu neçənci ölkədir və Qırğızıstanı necə təqdim edəcəksiniz proqramımızda? Qırğızistan mənim yeni ölkəm deyil. Keçən il olmuşdum burada. Ümumilikdə 108 ölkədə olmuşam. Və deyim ki, o ölkələrin sırasında Qırğızıstanın öz xüsusi yeri var. Çünki ilk gəlişimdən vurğun olmuşdum. Qırğızıstanın iki ən böyük sərvəti var. Biri insanlardır. Çox mehriban, çox gülərüz, istiqamlı, sülhməramlı, həddən ziyadə qonaqpərvər və ikinci sərvəti təbiətidir. Qırğızlar həm də yurtalarını təqdim eləyirlər. Bu, onların köçəri ənənələri ilə bağlı olan və aleykümsalam, eyni zamanda ev kimi istifadə olunan xüsusi çadırlardır və həm də yeməklərini nümayiş etdirirlər, milli yeməklərini. Qırğızistan meyvələrinin dadını xüsusilə qeyd edə bilərəm. Görünür, torpağın və suyun keyfiyyəti özünü həm də bunda göstərir. Ruh-Ordo mədəniyyət kompleksi Qırğızıstanın mədəni irs mərkəzlərindən biridir və böyük qırğız yazıçısı Çingiz Aytmatovun ideyaları əsasında ərsəyə gətirilib. Əsas fəlsəfəsi bundan ibarətdir ki, burada müxtəlif dinlərin simvolları bir məkanda birləşir və Qırğızıstanın həm də tolerantlığını özündə ehtiva edir bu məkan. Bakı və Bişkeki bugün sıx və yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlığın artan dinamikası əlaqələri genişləndirmək üçün yeni imkanlar birləşdirir. Prezidentlər İlham Əliyev və Sadır Japarovun qarşılıqlı səfərləri, sıx təmasları da əməkdaşlıq istiqamətində siyasi iradənin təcəssümüdür. Şübhəsiz, münasibətlərin ruhunu həm də Qarabağ və Şərqi Zəngəzurun bərpasında Qırğızıstanın iştirakı nümayiş etdirir. Ağdamın Xıdırlı kəndində Qırğızıstan dövləti tərəfindən Azərbaycan xalqına hədiyyə olaraq tikilən məktəb yalnız bir təhsil ocağı deyildi, həm də iki xalqın dostluq və qardaşlığının rəmzi, gələcəyə ötürülən irs nümunəsi idi. Azərbaycan və Qırğızıstan prezidentləri kəndin açılışında bir neçə mənzilə də baxış keçirəcəklər. Məsələn, gəlin biz onlardan birində yaradılmış şəraitə baxaq. 1, 2, 3, 4, 5 otaqlı mənzil. Məktəb də uzaqda deyil. Qırğızıstan hökumətinin Azərbaycan xalqına hədiyyə olaraq inşa etdiyi Aygül Manas adına Xıdırlı kənd tam orta məktəbi. Enerjiyə də qənaət edək.
məktəbin açılış mərasimində məktəbin həyətində qurulmuş yurta dövlət başçıları baxış keçirdilər. Yalnız çöldən baxmaqla kifayətlənmədilər. Liderlər bu çadırın içərisinə də daxil oldular. İndi isə tarixi an gerçəkləşir. Xıdırlı kənd orta məktəbi istifadəyə verilir. Bugün bizim üçün möcüzəli bir gündür. Bugün Xıdırlı kəndi yenidən qurulub. Mənfur düşmənlərimizin yer üzündən silməyə çalışdığı bu kənd çox müasir şəkildə, çox gözəl şəkildə yenidən qurulub. Hər şey çox gözəldir. Böyük Qaydışın 16-cı məntəqəsi Ağdamın Xıdırlı kəndi. Ev sahiblərinə mənzillərinin açarlarını Azərbaycan və Qırğızıstan prezidentləri birgə təqdim edəcəklər. Səmədova xoş gələn Xəlil. Allah verdiyi Sual Elmanov. Beləliklə, hər səfər, hər görüş tarixi bağları bir daha xatırladır, dostluğu, əlaqələri, əməkdaşlığı bir qədər də möhkəmləndirir.